Pasient məsuliyyətsizliyi əslində mənim ən yaralı yerlərimdən biridir. Çünki dəfələrlə elə pasientlərimiz olub ki, məsələn, bir pasiyentim var, heç yadımdan çıxmır. Deyir ki, biz ona kimyoterapiya məsləhət gördük ki, gəl sənə kimyoterapiya olmalıdır, burun udlaq xərçəngi idi. Deməli, bu insan avtobusa minib və orada deyiblər ki, onkologiyanın yanında mindin, yəqin ki, nəsə bir problemin var. Deyib ki, bəs mənə kimya edir? Ay, nə danışırsan? Kimyadan adam ölür, adam heç kimya elətdirər. Ay, nə danışırsan? Mümkün deyil. Get evdə Türkiyə çarələr və s. və ilaxır və hələ bir müddət sonra burun qanaxması ilə bizə gəldi. Şiş həddindən artıq böyüyüb, burun tənəffüsü pozulub. Təbii ki, kimyoterapiyaya başladıq. 2 seansdan müsbət nəticə əldə etdik. Amma o bizim belə deyək də, çemonun adı pis çıxdı, kimyoterapiya pisdir, kimyoterapiya insan öldürür. İnsan ölümü hər şeydən baş verə bilər. Əgər bu kimyoterapiyadan sonra olubsa, o demək deyil ki, o ona səbəbdir.